Ümid yoxsa məsuliyyət? Əvvəl ümid idi, sonra məsuliyyət qaldı. Bir nöqtədən sonra insan başa düşür ki, artıq kiməsə və nəyəsə cavabdehdir. Mənim üçün o nöqtə özüm oldum. İnsan özünə nə vaxt xəyanət edir? Dayananda yoxsa bəhanə tapanda? Bəhanə tapanda. Çünki dayanmaq bəzən qaçılmazdır. Amma bəhanə insanın özünü aldatmasıdır. Mən ən çox Salam. Bugün motivasiya vermək üçün burada deyilik. Bugün biraz dürüst danışacağıq. Çünki bəzən insanı irəli aparan sözlər yox, özünə verdiyi cavablardır. İnsan nə vaxt həqiqətən yorulur? İşdən yorulanda yoxsa nəticə görməyəndə? İnsan işi görəndə yox, gördüyünün heç nə dəyişmədiyini düşündüyü anda yorulur. Mən çox işlədiyim günlərdə yox, uzun müddət nəticə görmədiyim dövrlərdə daha çox yorulmuşam. Səni bu günə qədər ən çox nə saxladı? Ümid yoxsa məsuliyyət? Əvvəl ümid idi, sonra məsuliyyət qaldı. Bir nöqtədən sonra insan başa düşür ki, artıq kiməsə və nəyəsə cavabdehdir. Mənim üçün o nöqtə özüm oldum. Motivasiya olmayanda davam etmək mümkündürmü? Yoxsa bu sadəcə danışıqdır? Mümkündür, amma asan deyil. Mən çox gün motivasiyasız oyandım. Sadəcə qərar verdim ki, istəməsəm də davam edəcəm. Heç elə bir gün olub ki, burada dayansam məni heç kim qınamaz, demisən? Olub, hətta bir neçə dəfə. Amma hər dəfə eyni sualı verdim. Bugün dayanmaq gələcəkdə hansı məni yaradacaq? O sual məni saxladı. İnsan özünə nə vaxt xəyanət edir? Dayananda yoxsa bəhanə tapanda? Bəhanə tapanda. Çünki dayanmaq bəzən qaçılmazdır. Amma bəhanə insanın özünü aldatmasıdır. Mən ən çox bunu anlayanda dəyişdim. İntizam sənin üçün nə vaxt başladı? Bir hisslə yoxsa bir qərarla? Bir qərarla. Hisslər dəyişir, qərar qalır. Mən bir gün dedim ki, bugündən sonra özümə söz verib tutacağam. Heç kim baxmırkən davam etməyin mənası varmı? Var. Çünki insan tək olanda formalaşır. Heç kim baxmırkən etdiklərin sənin kim olduğunu göstərir. Sən davam edəndə bunu kimin üçün edirsən? Başqaları üçün yoxsa özün üçün? Əvvəl başqaları üçün idi. Sonra anladım ki, əgər özüm üçün etməsəm, heç kim üçün davam edə bilmərəm. Ən çətin anında səni ayaqda saxlayan nə oldu? Bir söz, bir qorxu, yoxsa bir səssiz qərar? Səssiz qərar. O qərar ki, heç kim bilmədi. Amma mən hər gün onunla yandım. Bugün bu videoya baxan birinə sual versəydin, nə olardı? Soruşardım. İstəmədiyin günlərdə də davam edirsənmi? Çünki intizam məhz orada başlayır. Bugün cavab vermək üçün yox, düşünmək üçün danışdıq. Əgər bu söhbət səni biraz saxladısa, demək ki, hələ yolun davam edir.